Konstitusiya bir dövlətin əsasıdır, vətəndaşlarının hüquq və azadlıqlarını təmin edən təməl qanundur. Prezident İlham Əliyevin 28 dekabr 2024-cü il tarixli sərəncamı ilə 2025-ci ilin ölkəmizdə Konstitusiya və suverenlik ili elan olunması müasir Azərbaycan dövlətçiliyinin inkişafında mühüm əhəmiyyət kəsb edən bir hadisədir. Bu qərar hüquqi dövlətçilik və suverenlik dəyərlərinin möhkəmləndirilməsi baxımından xüsusi əhəmiyyətə malikdir. Sərəncam həm tarixlik, həm də gələcəyə yönəlik strateji yanaşmaları əks etdirir. Suverenlik və dövlətçilik müstəqil dövlətlərin varlığını və inkişafını təmin edən əsas amillərdir. Bu anlayışlar təkcə dövlətin hüquqi və siyasi əsaslarını deyil, həm də milli kimliyini və birliyini ifadə edir. Azərbaycan Respublikasında suverenlik və dövlətçilik prinsiplərinin möhkəmləndirilməsi müasir dövlət quruculuğu və xalqın rifahı üçün zəmin yaradır. Ölkəmizdə 2025-ci ilin Konstitusiya və suverenlik ili elan edilməsi isə bu prinsiplərin həm tarixi əhəmiyyətini, həm də gələcəyə yönəlik strateji mahiyyətini daha da ön plana çıxarır. Sərəncam Azərbaycan Konstitusiyasının bəyan etdiyi niyyətlərdən biri kimi ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa olunduğunu, 2025-ci ildə Konstitusiyamızın qəbul edilməsinin 30-cu və Vətən müharibəsində qələbəmizin 5-ci ildönümü nəzərə alınaraq imzalanıb. Bu qərar Azərbaycan xalqının milli suverenliyinin möhkəmləndirilməsi və hüquqi dövlət quruculuğundakı nailiyyətlərimizin daha geniş şəkildə təbliğ edilməsinə xidmət edir. Azərbaycan Respublikasının Konstitusiyası günümüzdə də vətənimizin sabit inkişafı və çiçəklənməsi üçün əsas amillərdən biri olmağa davam edir. Konstitusiya hər bir vətəndaşın hüquq və azadlıqlarının təminatı, dövlət quruluşunun əsaslarını, qanunvericilik sistemini və idarəetmə prinsiplərini təsbit edən ən ali sənəddir. Bu sənəd Azərbaycanın müstəqilliyini möhkəmləndirərək cəmiyyətimizə sülh, demokratiya və hüquq üstünlüyü prinsipləri ilə yön verir. Azərbaycanın inkişafı, hüquqi dövlət quruculuğu və vətəndaş cəmiyyətinin formalaşması yolunda Konstitusiyamızın əhəmiyyəti böyükdür. Hər birimizin konstitusiya hüquqlarını qorumaq və onu yaşatmaq vəzifəmizdir.